Mobil cihaz seçimi edərkən düzgün model tapmaq çətin ola bilər. Bu videoda büdcəyə uyğun və gündəlik ehtiyaclara cavab verən Honor X8-ni təqdim edəcəyik. Gəlin bu cihazın xüsusiyyətlərinə daha yaxından baxaq. Honor X8 ilk baxışdan sadə, lakin zövqlü dizaynı ilə diqqət çəkir. Telefon 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunub və bu ekran 120 Hz yeniləmə tezliyi təklif edir. Bu isə deməkdir ki, istər sosial şəbəkələrdə gəzin, istər video izləyin, istərsə də oyun oynayın, ekran daha axıcı görünür. Cihazın çəkisi cəmi 174 qramda və qalınlığı cəmi 7,1 mm-də. Beləliklə, Honor X8 həm əldən sürüşmür, həm də yüngül və rahat istifadə hissi verir. Cihaz Qualcomm Snapdragon 685 prosesoru ilə işləyir. Bu prosesor gündəlik istifadədə zənglər, sosial media, internetdə gəzinmə və yüngül oyunlar üçün kifayət qədər performans təmin edir. Telefonda 6 və ya 8 GB RAM, həmçinin 128 GB-dan 256 GB-a qədər daxili yaddaş variantları mövcuddur. Təəssüf ki, microSD kart dəstəyi yoxdur. Amma 256 GB yaddaş variantı bu ehtiyacı demək olar ki, ortadan qaldırır. Honor X8 kamera baxımından da öz sinfində güclü modellərdən biridir. Əsas kamerada 108 megapiksel sensor yerləşdirilib və bu yaxşı işıqlandırmada olduqca detallı fotolar çəkməyə imkan verir. Əlavə olaraq 5 megapiksellik ultra geniş bucaqlı kamera da mövcuddur. Bu xüsusilə təbiət çəkilişlərində və geniş səhnələrdə işə yarayır. Ön kameranın isə 50 megapiksel olduğunu görürük. Bu selfie sevənlər və video zənglər üçün əla seçimdir. Telefon 5000 amper tutumunda batareya ilə təchiz olunub. Bu tutum aktiv istifadə ilə belə bir günü rahat şəkildə çıxarmağa imkan verir. 35 Watt-lıq sürətli şarj dəstəyi isə telefonun təxminən 1 saat ərzində yetərli səviyyəyə qədər dolmasına kömək edir. Əməliyyat sistemi Android 15 və MagicOS 9 ilə gəlir. Ekrana yerləşdirilmiş barmaq izi oxuyucusu sürətli və dəqiq işləyir. NFC dəstəyi mövcuddur. Bu isə mobil ödəyişlər üçün vacibdir. Cihaz yalnız monodinamiklə təchiz olunub. Bu isə səs təcrübəsində azacıq məhdudiyyət yarada bilər. Honor X8 gündəlik istifadə üçün olduqca balanslı, qiymətinə görə keyfiyyətli bir modeldir. Əgər siz büdcəyə uyğun, zərif görünüşlü və stabil işləyən bir telefon axtarırsınızsa, Honor X8 sizi məyus etməyəcək. Lakin daha ağır oyunlar və 5G bağlantısı sizin üçün vacibdirsə, başqa modellərə də baxmağınız tövsiyə olunur. Hələlik.